Şimdi bu göstərdiyim məlhəm bu baş ağrısı üçün, miqren üçündür. Boyun ağrıları, əzələ sinir ağrıları üçündür. Elə ağrıyan kimi alına və boyun nahiyəsini çəkirsən, ilk ağrını götürür, iltihabı aradan qaldırır, qan dövranını yaxşılaşdırır və baş ağrısını dayandırır. Başqa bir məlhəmimiz sizin yaxşı tanıdığınız arı südü kremidir. Üz dərisini qidalandırır, gəncləşdirir, üzdə olan civzələri götürür, qırışları aradan qaldırır və təbii ki, üzdə olan civzələri, xüsusilə gənclərdə olan civzələri də təmizləyir üzdə. Başqa bir məlhəmimiz üzdə, bədəndə və digər yerlərdə olan çapıqları, yaraları sağaldır. Üz dərisində yenə də qırışları aradan qaldırır və ləkələri təmizləyir. Başqa bir məlhəmimiz bizim təbii ki, bu pul dəmirov sədəf xəstəliyi üçündür. Bu dəmirov xəstəliyinin çox gözəl effekt verir, qaşınmanı götürür, kəpəyi aradan qaldırır, yaranı sağaldır. Başqa bir məlhəmimiz bizim artıq tanışdır, məcunumuz qaraciyəri təmizləyir, qanın faizini artırır, cinsi gücü artırır, prostat vəzin fəaliyyətini normallaşdırır, immuniteti yüksəldir. Bir məlhəmimiz də sizə ilk dəfə göstərəcəm burada. Çünki mənə o qədər sual verirlər ki, kurkumin nədir, sarı köy nədir? Bunu operatorumuzdan da xahiş edəcəm. Bu gördüyünüz kurkumindir. Yəni sarı kök və budur. Bunu tamaşaçılarımız gözləyir, eybi yoxdur. Bir dəqiqə, bu dəqiqə. Yenə kurkumin də xərçəngə qarşı dözümlük yaradır, immuniteti qaldırır, qaraciyər təmizləyir, ödqovucu təsiri var. Çox gözəl bağırsaq sisteminə təsir eləyir və kurkumin bir həyatdır. Bu sarı kök bir həyatdır.